Özünüzü təqdim edin zəhmət olmasa. Mən Nəcəfova Qızbəs, Allah verdi qızı Müşfiqdə yaşayıram, Müşfiqdən gəlmişəm. Nə şikayətlərin var da Qızbəs xanım? Mənim şikayətim ürəyimdən idi. Ürəyimdə elə bir düzgün Vurmurdu? o ürəyim düzgün vurmurdu, ritim pozğunluğu. Ay maşallah. Sonra? Ondan sonra gəldim, dedilər, burada belə bir gözəl həkim var. Yaxşı müalicə eləyir. Seyfəddin doktor təzə bitkilərlə müalicə eləyir, məlhəmlərlə. Gəldim, tədavi görürəm. Çox yaxşı tədavi gördüm. İndi özümü yaxşı hiss edirəm. Başqa nə müalicəsi aldın? Bitkilərdən. Bitkilərdən başqa? Bitkilərdən başqa arı, zəli, bunları da müalicə aldım. Bəli, arı məhsulları. Arı məhsullarından istifadə elədim. Başqa nə şikayətin var idi? Başqa öd kisəsi, mədə-altı vəzində problem. İndi onlar da şükür Allaha, baba tam yaxşıyım. Məlhəmlərdən sonra onlar da yaxşıdır. Özümü gümrah hiss eləyirəm, yaxşıyam, şükür. Qızbəs xanım, sizin hər saat, hər adama qismət olmur, gözəl güllü qızınıza təşəkkür edirəm. Çox sağ olun. Gələndən bir evlad kimi yüksək səviyyədə qulluğundadır. Hər adama elə qız qismət olsun. Kollektivizə təşəkkür edirəm. Əllərinizə Allah şəfa versin. Çox sağ olun, var olun. Can sağlığı versin. Belə həkimlərə minnətdar. Var olun Qızbəs xanım, çox sağ olun, minnətdaram. Sağ olun.